Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda 156 qramlıq göyçə alçaqsı təxminən 43 manata satışa çıxarılıb. Bildirilib ki, məhsulun kiloqramı 280 manatdır. Xəbər verilir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qiymət sosial şəbəkələrdə müzakirə doğurub. Bu rəqəmin fantastik olduğu qeyd edilib. Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və 2-ci Cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri vəzifələrini icra edən gəlini Nigar Mehdiyevə işə çıxmır. Xəbər verilir ki, bu barədə klinikadan məlumat verilib. Nigar xanım hazırda xəstədir, işə gəlmir. Onun pasientlərini başqa həkimə yönləndiririk. Sağaldıqdan sonra isə işə qayıdacaq deyə klinikadan bildirilib. Qeyd edək ki, Onkologiya Klinikasında icra olunan süd vəzinin bahalı əməliyyatlarının məhz Nigar Mehdiyeva tərəfindən həyata keçirildiyi iddia edilir. Xatırladaq ki, Nigar Mehdiyeva həmin vəzifələrə illər öncə ATU-nun rektoru olmuş deputat Əhliman Əmrəslanov tərəfindən təyin edilib. Hətta onun dəstəyi ilə Mehdiyevin gəlininə dosent adı verilib.